Və bu insan belə bir şübhə ortaya atır ki, güya Müslimin səhihində və İmam Tirmizinin sünənində Əsma binti Umeysin Ömər ibn Xattabdan üstün olmasına dair, daha doğrusu Ömər ibn Xattabdan Peyğəmbərə daha yaxın olmasına dair hədislər var. Və güya ki, mən bu hədisi bilmişəm, cavab verməkdən boyun qaçırmışam. Təbii ki, bütün bunlar onun növbəti yalanlar silsiləsindən bir yalandır. Amma hədisə gəldikdə isə o danışığında yenə də 2 dəfə yalana yol verir. Onun birinci yalanı budur ki, güya Ömər ibn Xattab Əsma binti Umeys ilə kim Peyğəmbərə daha çox yaxındır deyə mübahisə edir. Hansı ki, hədisdə bundan əsər əlamət belə yoxdur. Və ikinci yalanı da o adamın deməsi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm güya sonda Əsma binti Umeysə deyir ki, Ömər heç də mənə sizdən daha yaxın deyil. Vallahi, hədisdə belə bir ifadə yoxdur. Bu şəxsin necə Allaha and içərək yalan danışdığını görürsünüzmü? Məyər Allahdan qorxan şəxs Allaha and içərək yalan danışa bilərmi? Məyər bu şəxs qorxmur ki, sonradan yalanları ifşa oluna bilər? Allahu Ekber. Bu şəxs öz yalanına bəraət qazandırmaq üçün rəddiyə verdiyi şəxsi yalançılıqda ittiham edir. Bilmirəm, adam buna gülsün, yoxsa ağlasın. Bu şəxsin dəvəti 2 əsasa söykənir. Yalançılıq və töhmət. Budur əqidənin əldən getməməsi üçün hər cür çirkin yollara əl atan Vəhhabilik əqidəsi. Təəssüflər olsun ki, bəzi cahillər bu cür şəxslərin yalanlarına uyaraq onların bu dırnaqarası dəvətini qəbul edirlər. Əbu Zeyd ləqəbli bu şəxs cəmi 1 dəqiqə içərisində 2 dəfə yalan danışdı.